Evde hayat yoldaşı da hanımsı evde değmiş. Zəlimxan oğlu Şəhriyar'dan oturmuşum evde, bir de kapı döyülü. Kapını açıp bakır görür aşıqanlar. Ha, hoş gördü aşıqanlar, ne var ne yok, hoş gelmişsən. Gelir, görüşürler, öpüşürler, oturur stolda. Ha, ne lazımdı deyil, yaman hava istedi son derece. Göze bilmədim, ancaq gücünü özümü saldım evə. Göl çaydan, sudan deyil, ne var deyəndə Zəlimxan Qədir oğlu Şəhriyara deyir ki, ay Şəhriyar, çay gətir xanlar əmiyə. Atasının qulağına deyir ki, quru çayımız yoxdur. Elə Süxeyl Marşiyetdən, çöldən bayırda düşəndən bir yeri təhiyyeli al gətir. Deyəndə deyir ki, qəndimiz də yaman azalıb. Bir yaşlı şəşidən bizə halva gətiriblər, pay. Ondan gətir xanlar əmi, biraz yesin gülü. Deyəndə, xanlar deyir ki, mən Pənd-Şəmbəliqə Cumaq şahınında gəlməmişəm. Çaydan sudan ötürü can veren adam. Şehir orada yaranır ki.
Şəhriyar. Çay gəti xanlar əminə. Çox yatımlı havadır. Ay Cabbarlar sağlına. Ben xətrimdə qalıb Qulamzadələr, Qulamzadələr sağlına. Canım gözümə Şəhriyar, çay gəti xanlar əminə. Şəşidən gələn halvadan pay gəti xanlar əminə. Qonaq bizim əfəndimiz, qonağa keçsin fəndimiz. Yaman azalıqdır qəndimiz, say gətir xanlar əminə. Damarında qan kimidir, atan zəlim xan kimidir. Baş əyir, canlar əmir. Öpürəm. Bağlaman taşıqa verim. Allah'ın kolu. Ben o direysə söyləyirəm asır. Deyirəm məsələn bağlamansı kanunlar var. Şahtar şəhər.